sistemimizdir. Bir yerdən yandırıb digər yerdən söndürə bilmək üçün istifadə olunan qurğudur. Bu cür xəttimizə gələn faza xəttidir, avtomatla verilmişik. Nol xəttində həmçinin avtomatla verilmişik. Bunlar da faza girişi L1 xəttinə girir, digər xəttlərə. Digər Vavien açarımızdan lampalara çıxış verdik. Qoşa bilərsiniz oradan göstərək. 4 qütüblü açardır. Birinci qütbü birinci lampanı yandıracaq, ikinci qütbü ikinci lampanı, üçüncü qütbü üçüncü lampanı, dördüncü dördüncü lampanı. Digər yerdən də həmçinin birinci söndürəcək birincini, ikinci söndürəcək ikincini, üçü, dördü. Eyni halda buradan yandırıb digər açardan da söndürmə funksiyası var. Yəni, bu cihaz tozlu universal od söndürən cihazdır. Üstündə də göstərildiyi kimi A, B, C işarələri var. A sinifi taxta, kağız materialları söndürmək üçün, B sinifi benzin, yağ mayeləri söndürmək üçün, C sinifi qaz yanğınları, E sinifi elektrik avadanlıqları yandırmaq üçündür. Adətən bu cihaz daha kiçik yanğınları söndürmək üçün istifadə olunur. İstifadə qaydası odur ki, başlamazdan əvvəl çəngəl yerindən çıxardılır, şulanq yanğın köklənir və sıxac sıxılır. Yanğının ara məsafəsi göstərisinə görə 2 metr olmalıdır. Cihazın öz dərəcəsi, yəni dözmə dərəcəsi 40-60 dərəcədir, istiliyə dözür. Müddəti 12 aydır, əlavə bitəndən sonra yenidən doldurmaq xüsusiyyətinə malikdir və yenə 12 ay istifadə etmək olar. Əsasən də məktəblərdə, ofislərdə, bir də evlərdə ən geniş istifadə olunan cihazdır.